Abi başıma dönüm. Belə danışma qurban olum. Neyim təbiətim elə. Bayramınlar, kanalıma xoş gəlmisiniz. Bugün yanımda Zəhra və Cəfər çiğ köftə var. Alex var. Elə vəziyyətdəyəm ki, mən bu saat qayıqçırır. Alex var, çiğ köftə var. Hemen var. Var. Sen geçmezsin. Ha, buyur, indi gir. İndi gir işələ. Hala. Salam dostlar. Ay Allah. Dedim belə oturmayaq da abi. Zəhra, Cəfər çiğ köftə pişiririk. Sağ ol. Ay, qardaş, malzemelerimizi tanıdıram sizə. Ağzımıza sıçım sizə. Dostlar, paprika. Bir dənə nar şərabımız var. Bu nədir? Tamam. Asmır çəksən. Tomat, Ben bir de Bu- demeyeceğim. bu- Acı biber salçası. biber salçası. Bu nədir? Bir dənə qab ver də soğan. İstiyor. Tökməyə. Ora tökün. Bu nədir? Kimyon. Nədir kimyon? Demedim. Demədim abi. Buyur. Bu O nədir? da Kimyon. istiyor. Ha, bu kırmızı biberdi. Pul biber. Nə qəşəng qapaqdır ha bu. Ha sen. Özündə şey var ha. Limondur. Limon indidən lazımdır bizə. Zirə. Bu da sonra bu şey. Sağ ol. Hadi. Çox professional idi. Məzələm var. Ha, niyə elə elədin? Çındır, bərəkətdir axı. Nə bərəkət? Plastik bərəkətdir. Yox, içində bir şey. Ya Allah, başladıq. Bismillah. Dilim yerdə oturmayaq da qardaş. İçinde su yok. Ay. Götüm yaş olacaq indi. Bütün videoda bu bicbanan başa düşəcək. Ora gedir, bura gedir. Ora gedir, bura gedir. Babın qoyduq qırağa. Bulquru tökdük, qoyduq qırağa. Babını tökürük bura. Qoyuruq bura. Düzdür? Hə. Hə. Bunları Bax, götürdük. kişiliyi və Cəfər, sən al. Kimyonu Necə- töküm. Necə soyunmuşam bax. Eyvallah. Nədir ki abi o? Sarımsaq, Soğan. soğan. Belə doğrayıb. Abi düzüyün yeyən yoxdur onsuz da. Atdım qırağa. Nədir ki abi? De bu. Çorka yoxdur. Pitorka ya, yo troyka. Çorka. Atyorka var verək. Xırda eləyək də çorka ilə. Dəstə bilsən nədir Cəfər? Onu sonra çıkartacağız. Ay bilə. Sarımsağa bax, iyrəndim. Allah bomboş mu oldu? Çorkaladıq, keçirdik. Sonra ismağım gəldi, Qur'andan. Ona bax, prensesdir, ona bax. Ay bilə. Ay bilə. Evdən var ha, 4 gün iyi gedən deyil. Ay bilə. Nereden çorkadan keçirdim orada? Abi, o bodu ki o xırda doğruyor. Az onu Bir baş çıkartacağız. var. Bilirsən nəyə başa düşmürəm? Onunla bunu zadı qarışdırandan sonra soğanın içindən necə çıxardacaq? Burada çıkardır. Necə çıxardır onu deyirəm də. Əni bax. Dənə 25 min dənə soğan çıxardacaq içindən. Əni batırsan da. Əlimə yapışdı soğan. Soğan elə olmadı. Nə fərqi var? Yemeğe vurma sonra onun elbi ya. Allah kodumu Yeməyə vurub ondan sonra 50 bir ha. Sana el vurma yaxşı mı? Hadi yaxşı da. Zəhərə böləndən sonra deyəcəm xətti köftədən öldü ki. Uşaqlar. Bu nə qara çıxan abi belə ye. Sıçımsın ağzınıza. Oldu. Gəl belə atar içinə. Ay uşaqlar, gözəl insanlar. Verin soğanı, verin çorkadan keçirdim. And olsun Allaha. Siz bu çiğ köftəni bişirərsiniz. Bax zırt bişirərsiniz. Heç nəyimiz yox. Hər şeyimiz var ama heç nəyimiz yox deyə elə bilə. Allah'ın olsun çorkalasa o qədər yaxşı olardı. Gəlin 2 dənə çiğ köftə bişirək. Biri mənim tarifimdən, biri sizin tarifiniz. Uşaqlar biz soğanı doğraya bilmədiyimiz üçün yapım ekibimizdən bir nəfər soğanı doğramamıza kömək edir. Ay gözümüz götümüz yandı Qur'anın olsun. Çiğ köftə ilə bağlı məlumat vermək istəyirəm sizə uşaqlar. Deməli bir dönəmlər Türkiyədə kütləvi zəhərlənmə olur çiğ köftədən. O dönəmlərdə çiğ köftə ətli bişirilir. Daha sonra Türkiyədə qanun qəbul olunur ki, sonra karoç əti yığışdırırlar. Niyə görə ətlə zəhərlənmə olur onu da deyim. O çiğ köftə yoğruldu, bir günə maksimum yeyilməlidir də. Çünki içində çiğ ət var axı. Sən onu donunu açmısan da o şey. Yəni axıda yeməlisən. Yox o şey yeməmisənsə
Zəhərlənirsən. Ona görə Bizim o qurtlanır. qurtlanır bəli. Bəli, içində ədviyyat olduğu üçün. Əzizim, get götür ye, orada bir soğanımı doğra. Abi, Gözüm yanır Qurandan dost. Çalar da sizin videomuzu. Mən vəbşə əməliyyatda Bir çiçəkdə bir şey mənim kimi fikir idi. bunun gözü düşəcək yerə abi. Hə. Bunu elədik. Uşaqlar tomat pastası. 1 yemək qaşığı. Hoppa! İyi özü də axı. Vso, 1 yemək qaşığı. Onu çörəyə yax yeyim də bir dənə. Bundan nə qədər? 1 xörək qaşığı. Durmuşam uca sən ver. Uca götürürəm. Laf çəkdi. Necə götürürəm iyi? Durmuşam ye. Sən Allah tumunu sıxma da Zəhra. Yaxşı çıxamsınız. Sıxdın, sıxdın, bəsdir, toxum çıxarma, sıxdın. Sıxdın da, sıxdın. Hamısını Tumuz adı düşdü. götürəcəm də onu. Belə şişə yoxdur ya Allahın dostu. Tumlar götür. Bura duz qoy Allah, sən də. 1 çay qaşığı duz. Çiğ köftə nedir, nasıl pişirilməz? Bunu düzəltdim. Ağzıma dəfər. Ayda bu qoğala vurulandı. Mən bundan zəhləm gedir. Dedim sizə olacaq. Zəhmət olmasa Cəfər bəy, köməyin içinə at. Yaxşı qarışdır da Zəhra. Əlindən it dişləyib, yaxşı qarışdır da bala. Belə həvəslə qal. Həvəslə, yoğur, yoğur. Vay 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 vay. Bu qədər bulqura bu qədər şey olmur axı. Ağappaq qalacaq çiğ köftə. Ha, ürəklə öyle de bir yoğur da. Ama burada 24 bin tane soğan var. Bu üstüne ben böyle Bir soğanı dənə çıkarım. yoğurum da qırağından. Olar icazə versiniz Zəhra xanım. Çox sağ olun. Hə deməli. Başka da ne istersen çıkart da. Sürüşdü. Allah qotura bilmirəm. Düz değil, bir de yerde video seçmeye de uşaqlar ne ola. Qəşəng yoğur da bir fırçıldadı, içindən belə Ay fıstır. bacı, ay qardaş, ay xanım. Bir dənə qıraq dur görək. Bax, 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 bax. Bax. Bunu verib ürə. Ürə bir ürə. Nə deyir? Yaparım çıxmaz. Samir sıxır, ay Samir. Yaxşı, o lezzət onları. Qoy o biraz cəylə tapsın eləsin. Samiriyin yeri qaç. Sonra ama bildiğin yoğurur ha. Samir. 27 illik yaşayışında bunu gözlüyor. Bax buraya. Küçük adam. Urfalıyana, zelden Urfalıyana, zelden gönlüm geçmez güzelden, gönlüm geçmez güzelden. Vay ama anamın asın, Allah başımın asın. O bağır yetip kalasın Ömer benim olasın. Soğanlar iri qaldı içində, ona görə. Abi sen beni gözler kardeşini ayarlayacağım. Abi çiğ köftə zakaz eləyə yalnız yeydən olar. Bir tane verin de Elza'yı ver. Ver Elza'yı. Çiğ köftəni yedim. Elza'yı ver. Ne istiyor söhbətə? Axıra qədər eləməlidir. Avatarın əlinə oxşuyur əlim. Arasında əlinin arasında pərlər var. Bax, belə yoğurmalısın. Bax, bunu beləcənə bax. Bax, bax, bax. Beləcənə bax. Mega, ya, nada şey var mı? Bax, bunu belə. Oh, oh. Oh, oh. Bax, Samir. Oxşuyur. Bax, bunu beləcənə yoğurursan ki. Rəngi hə. Bunu belə yoğurursan ki. Bax, yumruqla yazır. Necə əziyyətə qiymət verməyən uğraşlar istəyə. Bax, Samir. Özü də hələ. Söykənmə, bu ne? Nə qəri? Oxşuyur abi. Yüngül. Remparda test çıxart, test çıxart. Həmişə götürü soxdun ağzıma bir anda.
Quranan olsun tam gigiyenik qaydalara əsaslanaraq çiğ köftə pişirmişik. Akt Biraz süfrən zoomla da abi. Akta var ha. Akta bu videonu görsə bizə təlif atar da. Evdə necə zəhərlənmək olar düşünək şəkildə. Çiğ köftə pişirib zəhərləndilər. Zonda qəsəbəsi adlanan ərazidən gəlmişik. Çiğ köftə pişirmək istəyərkən zəhərlənən ailənin təfərrüatları az sonra Xəzər xəbərdə. İşte tam buradaydı. Burada çiğ köfte yaptılar. Arkadaşı yapma dedi, etme dedi ama dinlemedi, yoğurdu. Yeter dedi, olmaz dedi, bitir dedi bu videoyu, dinlemedi. Fazla yoğrulan çiğ köfteden zehirlendiler. Esas... Üzürsən ha, düzgəcik. Dostlar, bu pişirdiğimiz çiğ köftenin maliyeti təxminən nə qədər olar? Evdə idi, bilirəm, evə uşaqdan gətirməyib ki, mən almışam, gətirmişəm də. Adını çəkmək istəmədiyimiz çiğ köftə salonlarından alsaz, var yoxuna lənət bunu sizə itəliyiblər də bir 40 manata. 40. Ayın 15-i deyir ki, 50% bədava olsun. Axırıncı öncə itəliysən ha, bostrağa batırsan bax axırıncıları ki. Yox abi, çox həqiqətən. Yəni həqiqətən möhtəşəm oldu da, möhtəşəm. Dadını bilmirəm. Ay bilə, bir dənə bu soğanda sıçdınız, batırdınız da Quran haqqı dedim, atmayaq da soğanda. Soğan çıxacaq içindən, çıxacaq. Nifrət dolu gözlərlə baxıram, sən bu dəqiq istəyirsən. Yaxşı. Soğanla sıçdınız da, soğanla sıçdınız. Hiç olmur heç, mən basbağım. Düzdür, soğan hiss olunmur amma yəni görüntüsünü görsən axı. Yox, görürsün. Bir dənə şey var, tema var ki, limonlamağa ehtiyac yoxdur da. Hazır limonludur. Yaxşı çıxamsınız. Göstərin çiğ köftəni kameraya. Çiğ köftəni kameraya təqdim elə. Sən. Şöyle düşür. Qarnından gör çatır hələ. Kameraya doğru bax. Bu videoda neynədik? Kimlər var idi? Kimin kanalında paylaşılacaq? İzləyicilərimiz nə eləsin? Nəyi səhv elədik? Nəyi düz eləmədik? Nə olsa yaxşı olardı? Nə olsa pis olardı? Donquz qəbiləsindən sən onu seçmiş kanalını bax. Bütün bu Dəmiz Aziyatskidir. Bütün bu suallara cavab ver. İzləyicilərimiz də videonun Uşaqlar, sonlandır. bugün çiğ köftə eləməyə çalışdıq. İnşallah zəhərlənməsək, videonu sabah paylaşacağıq. Şey deyim, hostçu deyə bu. Bax biz nəyi səhv elədik? İzləyicilər pişirsə çiğ köftə nə? Biz deyən də. Oynam axı. Madira mebeliz. Oynam. Limonun suyunu az sıxsınlar. Yerdə eləməsinlər. Yanlarında it olmasın, belə antisanitariya olmasın. Antisanitariya değil mi? Məncə nar şərabı çox yaxşı bir dənə firmadan almalılar. Yəni ucuz nar şərabı qaçmır. Ucuz nar şərab verim sənə bizə. 1 manat 25 qəpiklik nar şərab. Uşaqlar, mənə görə acısı azdır. Acısı da bu azdır, bir. düzdür. Turşuluğu çoxdur. Uşaqlar, hamı Cəfərin kanalına abunə olmağı unutmasın. Samir'in kanalına da. Mənim kanalım yoxdur. Sağ olun, salamat qalın. Bağla kanala abunə ol zat dedin, videonu bəyən, komment yazın. Videonu bəyənin, komment yazmağı unutmayın. Güldüzsə, biraz da olsa sizi güldürdüysə, atın dostlarınıza, anavıza, atavıza. Gülsünlər onlar. Heyvanlara da yaxşı davran. Niyə abi? Bəli, heç antisanitariya deyil. Yazıq pərizini yox.